Daxili yaddaş deyir 56% istifadə olunur, digər bölümü isə 18.41 GB proqramın sizdən xəbərsiz yığdığı lazımsız məlumatlardır. Burada da telefonda olan lazımsız şeyləri silir. Bayaq 56% dolu olan yaddaşı 46%-ə düşürtdük. Texnoklub YouTube kanalından hamıya salam, videomuza xoş gəlmisiniz. Bu videoda sizlərlə bir yerdə Samsung telefonların yaddaşını təmizləməyi, Samsung telefonlarının yaddaşında olan gərəksiz və lazımsız şeyləri silməyi göstərəcəm. Videoya başlamazdan əvvəl bir şey deyim ki, kanalımda Xiaomi telefonlar üçün yaddaş təmizləmə videosu var. Onun altına, yəni yorumlar bölümünə yazmışdılar ki, Samsung üçün də göstər bu funksiyanı. Mən də ona görə bu videonu çəkmək istədim. Yəni onu demək istəyirəm ki, YouTube kanalımda bu formada telefonların sisteminə aid, yəni bu hal-hazırda izlədiyiniz videolar kimi işinizə yarayacaq faydalı videolar və həmçinin telefonda olan proqramlara aid də bir-birindən faydalı və maraqlı videolar çəkirəm. Yəni videoya keçməzdən əvvəl aşağıdan kanalıma abunə olub videoya like atın, bildiriş zınqırovunu da aktiv edin ki, mən hər video atdığımda sizə bildiriş düşsün. Bu dediklərimi edərsəniz mənə dəstək olmuş sayılarsınız. Çox uzatmadan videomuza keçək. Bəli, ilk öncə başlamazdan əvvəl buradan daxil olub sizə telefonun yaddaş vəziyyətini göstərim. Daxili yaddaş deyir 56% istifadə olunur, digər bölümü isə 18.41 GB istifadə olunur deyir. Ayarlardan cihaza qayğı bölümünə daxil olub oradan ehtiyata klik edərək yaddaş vəziyyətinə siz də bu formada baxa bilərsiniz. Burada aydın formada hər şey düzgün şəkildə verilib. Bu telefonda o qədər də şəkil, video falan yoxdur, amma yenə də 56% göstərirsə, bunda deməli nə isə problem var. Bunu tam formada göstərəcəm, indi diqqətlə bu videonu izləyin. İlk növbədə telefonunuzda ayarlara daxil olursunuz və buradan aşağı sürüşdürüb proqramlara daxil olursunuz. Və burada sağ üstdə 3 nöqtə kimi bir şey görəcəksiniz. Oradan aşağıdan boyutu seçirsiniz. Və burada telefon sizə telefonda ən çox yer tutan proqramları təqdim edir. İndi bizim burada işimiz telefonda proqramların keşiyin, yəni ön bəlləyin təmizləmək olacaq. Buradan daxil olursunuz proqrama, aşağı sürüşdürüb depolamaya klik edirsiniz. Sağ aşağıda ön bəlləyi təmizlə olacaq, ona klik edirsiniz. Sizin telefonunuz Azərbaycan dilindədirsə, orada keşi təmizlə olacaq, ona klik edirsiniz. Və bir şey də qeyd edim ki, buna mütləq diqqət edin. Sol tərəfdə veriyi sil olacaq, ona heç toxunmayın. Çünki əgər ona toxunsanız, proqramın bütün məlumatları silinəcək. Yəni, Play Store-dan proqramı yüklədikdə proqram nə halda olursa o vəziyyətə gələcək, yəni sıfırlanacaq. Veriyi sil Azərbaycan dilində bütün məlumatları sil deməkdir. Əgər telefonunuz Azərbaycan dilindədirsə, o formada yazılacaq sizdə. Mən bir də tək-tək göstərməyim, siz bu formada ən çox istifadə etdiyiniz proqramların keşini təmizləyin. Keşi təmizləməyin də proqrama və ya telefona heç bir ziyanı yoxdur. Proqramın sizdən xəbərsiz yığdığı lazımsız məlumatlardır. Və daha sonra ən çox səhv edilən yer buradır. Qaleriyaya daxil olun və sağ aşağıda 3 nöqtəyə klik edib zibil qutusuna daxil olun. Və gördüyünüz kimi sildiyimiz hər bir şey buraya yığılır. Qaleriyadan sildiyimiz hər hansısa video və ya şəkil bir dəfəlik silinmir. Bu formada gördüyünüz kimi zibil qabına yığılır və 30 gün boyunca siz silməsəniz bunların hamısı burada qalır. Belə də olduqda isə telefon həm yaddaşı dolur, həm də gündən-günə telefon donmağa başlayır. Burada şəkillərinizi və videolarınızı nəzərdən keçirin, diqqətlə sonra isə silin. Mən nəzərdən keçirmədən 618 ədəd video və şəkil sildim. Daha sonra isə mümkündürsə əgər telefonunuzda olan fayllarınızı SD kartınıza daşıyın. Bunu da necə etməlisiniz onu da göstərirəm. Faylların proqramına daxil olun və daxili yaddaşa klik edin. Buradan isə daşıyacağınız faylı seçin və üstünə sıxıb saxlayıb aşağıdan daşıya klik edin və geri qayıdın. Buradan isə SD karta klik edin və aşağıdan buraya yerləşdirə klik edirsiniz. Bu qədər sadə. İndi mənim telefonumun kartı dolub deyə daşıya bilmirəm. Siz bu formada eləsəniz avtomatik SD kartınıza daşınacaq. Fayllarda telefonda çox yer tuta bilirlər. Daha sonra isə göstərəcəm bu yerə diqqət edin. Telefona daxil olun və buraya ulduz DS 9900 DS yazırsınız. Və sizdə də bu formada bir yer açılır. Və buradan 4-cüyə klik edirsiniz. Biraz gözləyir. Və bu formada bir şey çıxır, oka klik edirsiniz burada. Burada da telefonda olan lazımsız şeyləri silir, lazımlı heç bir şey silmir, narahat olmayın. Buradakı başqa heç bir şeyə toxunmayın və buradan çıxın. Və daha sonra təmizləyici proqram olan CCleaner-dan köməklik alacağıq. Play Store-da yazın və axtarış verin, bunu yükləyin, sonra açın. Bu proqram bizə əsasən bu formada köməklik edəcək. Telefonda bizim görmədiyimiz lazımsız və gərəksiz faylları silmək üçün istifadə edəcəyik. Gördüyünüz kimi siz də bu formada proqrama giriş edin. Telefonun yaddaşı ilə bağlı bu proqramda hər şey görünəcək.
Videonun bu hissəsini sürətləndirəcəm, çünki göstərməyə ehtiyac yoxdur. Çox sadədir bu proqramın sistemi. Kompüter istifadəçiləri bu proqramı bilər. Kompüterdə lazımsız, gərəksiz faylları silməkdən ötürü bu proqramdan istifadə edilir. Həmçinin telefonlarda da çox işə yarayır. Daimi istifadə etməyinizi tövsiyə edirəm. Daha sonra isə Google Drive haqqında da deyəcəm biraz, yəni buluta yüklənmə. Bildiyiniz kimi Google hər Gmail hesabına 15 GB pulsuz bulut yaddaşı verir. Bu bulut yaddaşı da nə deyir? Loru dildə desək, hər açılan Gmail hesabının 15 GB yaddaşı olur. Siz bu 15 GB-lıq yaddaşda telefonunuzda olan hər hansısa bir şeyi saxlaya bilərsiniz. Telefonunuzu dəyişsəniz də, format eləsəniz də və bu yüklədiyiniz şeylər hesabın bulut yaddaşında qalır. İstədiyiniz vaxtda götürə bilirsiniz. Daha sonra isə telefonda siləcəyimiz proqramlar haqqında da bir şey deyim. Tutaq ki, biz bir proqram silirik, onu proqramın üstünə sıxıb saxlayırıq və oradan silə klik edib silirik. Əslində bu yanlışdır. Əslində proqramı silərkən proqramın üstə sıxıb saxlayıb və yuxarıda olan i işarəsinə daxil olub, buradan aşağı sürüşdürüb depolamaya klik edib, aşağıdan keşi və bütün məlumatları təmizləyib, sonra buradan çıxış edib proqramı o formada silmək lazımdır. Proqramı bu formada sildiyimizdə proqram yüklənərkən özü ilə yüklədiyi lazımsız fayllar ilə bir yerdə silinir. Yəni buna da diqqət edin, az da olsa bir 3-4 proqramda bunu eləsəniz, bir 5 GB-a gəlib çıxır. Bu dediklərimin hamısını tamamən etdikdən sonra ayarlara daxil olub cihazın yaddaş vəziyyətinə baxırıq. Bayaqki kimi buradan aşağı sürüşdürüb cihaza qayğıya daxil oluruq və yaddaşa klik edirik. Bəli, gördüyünüz kimi bayaq 56% dolu olan yaddaşı 46%-a düşürtdük. Arada 10% fərq var. Hətta belə mən çox şey silmədim, özünüz də gördünüz videoda. İndi siz bu mənim etdiklərimi tam formada eləsəniz əgər, sizdə 35-40% fərq edəcək. Mən burada az şey silməklə 56%-dan 46%-a düşürtdüm. Siz əgər bunların hamısını yerinə yetirərsəniz, misal üçün sizdə də 56%-dirsə, 28-32% aralarına düşəcəkdir. Yəni çox yaxşıdır bu dediklərim. Siz bu şeyləri hər bir aydan bir və ya 2 aydan bir eləsəniz, telefonunuzun yaddaşı normal qalacaq, yəni dolmayacaq. Videonun ilk dəqiqələrində qeyd etdiyim kimi, kanalda Xiaomi telefon yaddaş təmizləmək barədə də video var. Yəni, Xiaomi telefon istifadə edirsəniz, girib onu izləyə bilərsiniz. Bu formada faydalı və maraqlı videoların davamı gələcək. İnşallah kanalıma dəstək olmaq üçün aşağıdan kanala abunə olun və videoya like atın. Bildiriş zəngini də aktiv edin ki, video atdığımda sizə bildiriş düşsün. Gələcək videolarda görüşərik. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.